Birdən gördülər Şimrin səsi gəlir, əvvəl fəs. Eşitməməzliyə vurur özünü, xəcalətdən yer axtarır özünü. Getdi, çəkildi xeyməsinə. Deyirlər Əli Əkbəri göndərdi İmam Hüseyin. Dedi, atam deyir, get gör nə deyir. Getdi, Şimr dedi, sənə amannamə gətirmişəm. Sən azadsan, gedə bilərsən. Götürdü amannaməni, cırdı, atdı yerə, əllərin qurusun, ay Şimr. Sənə də lənət olsun bu amannaməni yazana da. Deyirsən ki, biz Fatimənin oğlunu tərk edib lənət olunmuşlara qoşulaq. Dedi, ey pir-i mücəvvir, itiribsən özüvi, mərifət yoxdur tutub pərdeyi qəflət gözüvi, deyilən müştəri bu sözlərə qurtar sözüvi, üməvilər ola bilməz hədəfi aliyədə, sənə də lənət, amannamə yazan valiyə də. Yenə Əli Əkbər ağa gəldi ki, Hüseyin səni çağırır, atam səni çağırır. Bir başı aşağı xəcalətli halda daxil oldu İmam Hüseynin xeyməsinə. Heç kimi qardaş utandırmaq bizə adət deyil. Fikrin olsa getməyə Zeynəblə narahat deyil. Deyib başını aşağı saldı, ədəbdən heç nə demədi. Yavaş-yavaş çıxdı xeymədən. Sərbəsər murəqlərimdə Murtəzanın qanı var. Eşqüz ilə qətrə-qətrə qanımın cəryanı var. Dərdiməndəm dərgahuzda dərdimin dərmanı var. Böyük papağın açdı qoydu yerə, qılıncın açdı qoydu yerə. Ayaqlarından çarıqların çıxartdı, ayaq yalın baş açıq, bir çöndü İmam Hüseynə baxdı. Bir Hüseyin elə bilmə başqa qapıya gedirəm. Gedirəm Nəcəfə atam Əlinin qapısına. Gedirəm deyəm ki, ağam qovladı məni. Bir sahne yarattın yaralı.